Herkese salam. Rayon vloquyla qarşınızdayam. Deməli, rayona gedərkən birdən-birə ağlıma gəldi ki, düşdü ki, bəlkə vloq çəkim. Niyə də olmasın? Həm sonra özüm baxaram. Həmən günləri yad edərəm, həm də ki, bəlkə də sizin üçün də maraqlı olar. Bizim rayonumuz Oğuz rayonudur. Hal-hazırda Oğuza gedirik. Mən demək olar ki, 4-5 ildir getmirdim. Və 4-5 ildən sonra tətildə dedi uşaqları aparaq. Biraz onlar üçün maraqlı tətil olsun. Belə gedərkən yol üstü Şamaxıda bu restorana saxladıq restoranda. Buranı çoxunuz tanıyarsınız, bəlkə də hamı tanıyır. Adı nə idi? Adını yadıma salım deyəcəm. Yəni belə şərab bağları var burada. Şərab bağları deyəndə üzüm bağlarıdır. Yəni üzümdən şərab hazırlayırlar. Buranın şərabı və zeytun yağı məşhurdur. Yadıma sala bilmirəm. Nəsə bu restoranın adı mənim yadımda qalmır heç cürə, amma çox gözəl mənzərəsi, çox gözəl yeməkləri var. Burada biz səhər yeməyi yedik, biraz çəkiliş elədim, fotosessiya elədim. Yəni çox gözəl dağ havası var idi. Burada mən qızımla güya estetik video çəkməyə çalışırıq. Nə qədər estetik alındıysa artıq. Belə buraları gəzdik. Həqiqətən çox gözəl havası var idi və uzaqdakı bilmədim üzüm bağları idi, yoxsa zeytun bağları idi. Çünki süfrəyə zeytun yağı da qoymuşlar. Səhv etmirəmsə özlərinin zeytun yağı idi. Belə düşünürəm ki, təzə məhsuldur deyə qoymuşlar ki, insanlar tanısın bu məhsulu da. Yadıma düşdü. Bu restoranın adı Abqoradır. Əgər Şamaxıdan keçsəz, sizdə belə yol üstü burada saxlayıb, həm biraz gəzib, havanızı dəyişib, həm də yemək yeyə bilərsiniz. Restoranın içi də çox gözəl idi, təmiz idi. Yəni bir sözlə tövsiyə edərəm. Həyətində də belə çox gözəl mənzərəli yerlər var fotosessiya eləmək üçün. Yəni belə çəkdim buraları sizin üçün. Rayonda hava çox gözəl idi qızlar. Bakıya gələn kimi, yəni bilmirəm Bakı niyə belə soyuqdur. Rayon çox gözəl, rayonda çox gözəl hava var idi. Sanki yaz gəlmişdi, yəni. Biz də o qədər qalın paltarlar aparmışıq ki, elə bilirik ki, Bakıdakı kimi soyuqdur da. Amma qətiyyən elə deyildi. Çox gözəl, isti hava var idi. Belə dəfələrlə eyni yeri göstərsəm də bu videodan bezməsəz çox sevinərəm. Mən deməli allergiyam var. Həm sitrus meyvələri, həm nə bilim qazlı içkilər, semiçka falan belə bir şeylərə. Burada sizə üzüm bağlarını göstərirəm. Və 17 Pro Max çəkilişi, yəni yaxınlaşdırmağını göstərirəm ki, necə yaxınlaşdırır. Buralar da bizim Qafqaz sıra dağlarımız. Dağların başında qar var idi. Çox gözəl görsənirdi qızlar. Çox gözəl. Bu telefon əslində mənzərəni olduğu kimi göstərmir də, yəni. Realda çox daha gözəldir. Sizə nə deyəcəydim? Səsimin belə olması ilə bağlı. Demək, 3 gün biz rayonda qaldıq. Mən yəni sitrus meyvəsi də yedim, qazlı su da içdim. Nə bilim semiçka da yedim. Heç cürə mənim allergiyam tutmadı. Yəni heç nə olmadı, amma rayona gələn günü səhər bir dənə mandarin yemişəm. O mandarin məni yol boyu hələ də davam eləyir, hələ də səsimdən görürsünüz ki, burnum, başım tutulub, hamısı hapşırmaqdan. Yəni bilmirəm, bəlkə də Bakıya gəldik deyə belə oldu. Yoxsa nədəndir bilmirəm, başa düşə bilmirəm. Həqiqətən 3 gün nə olmazsa hamısını yedim, heç bir şey olmadı.
Amma Bakıya gələsi günü oldu. Ayda qızlar, mənzərəyə baxın bir dəqiqə. Bura bizim rayonun girişidir. Artıq çatmışıq Oğuza. Bu arada onu deyim ki, Bakıdan Oğuza 3 saat yarım. Belə yavaş geçsəniz 4 saatlıq bir yoldur. Amma yolları, mənzərəsi çox gözəldir. Yəni heç belə ürəyiniz sıxılmır, darıxmır. Yəni burada istəyirəm ki, gördüyüm mənzərələri sizə də göstərim. Çox gözəl deyilmi bu Qafqaz sıra dağları? Biz ümumiyyətlə mən 19 il bu rayonda yaşamışam. Çox gözəl təbiəti, çox təmiz havası var. Yəni indi də olsa, indi də yaşayaram da, yəni çox gözəl havası var, təmiz. Rayonumuza giririk burada. Burada şəhidlərimizi, bizim rayonun şəhidlərini belə işıq stolbalarına, şəkillərini vurublar. Mən yəni çox sevdim, çox bəyəndim bunu. Hər kəsin yad etmək üçün, xatırlamaq üçün. Məncə yaxşı ki də belə də ediblər ki, bizim şəhidlərimiz unudulmasın. Allah bütün şəhidlərə rəhmət eləsin, şəhid analarına, ailələrinə. Allah səbr versin. Bizim rayonun çox şəhidi olub. Yəni balaca bir rayondur. Ancaq şəhidimiz çox olmuşdu. Burada bizdə rayonda şəhidlər xiyabanı da var bizim məktəbin yanında. Onu da çəkmişəm sizin üçün. Orada nə bilim elə o vaxtki müharibədə, keçmişdəki də, yəni o qədər cavan yaşda 18-19 yaşında şəhidlər var ki, şəkillərini göstərirəm orada sizə. Yəni belə uşaqdılar da, uşağa oxşuyurlar. Yəni çox heyfsləndim o şəkilləri görəndə. Mən bu dağlardan doymadım qızlar. O ki var, sizə bu dağ mənzərələrini göstərmişəm də, yəni. Baxasız deyənə. Biz rayonda ev tutmuşduq. Əslində öz evimiz var, amma çoxdandır yaşayış falan olmadığı üçün hal-hazırda əlverişli şərait yox idi qalmaq üçün. Ona görə ev tutduq. Yerləşdik falan. Bu artıq bir gün sonradır. Səhər biz qalxırdıq. Bizdə rayonun ən yuxarısında Putomnik adlanan bir yer var. Hansı ki bura yayda əslində çoxlu restoranlar falan olur. Orada istirahət güşələri. Ora çıxıb baxmaq istədik. Həm də qar üçün ki, görək burada qar var yoxsa yoxdur. Çünki uşaqlar qarla oynamaq istəyirdi. Belə biraz getdik. Sonra yollar əlverişli olmadığı üçün axıra kimi getmədik. Qayıtdıq, gəldik başqa mənim oxuduğum məktəbə. Bura mənim oxuduğum məktəbdir, qızlar. O qədər nə bilim necə qəribə hisslər keçirtdim. Hal-hazırda məktəbi liseyə çeviriblər. Və görəndə çox sevindim həqiqətən. Bu qədər şagirdim, burada medalları, nə bilim kupaları gördüm. Həqiqətən çox belə sevindim. Çox girə bilmədim içəri. Yəni ancaq elə birinci mərtəbədə buranı çəkdim. Yəni çox bəyəndim həqiqətən. Çox abadlaşdırıblar, gözəlləşdiriblər. Burada şəhidlərimizin şəkillərini, güşəsini yaradıblar. Baxın hələ medallara. Yəni nə bilim qürurlandım həqiqətən. Oxuduğum məktəbimin hal-hazırda belə bir yer olması üçün mənim üçün çox qürur vericidir. Mən bu məktəbdə oxumuşam. Sinifimi istəyirdim çıxım, çəkim, amma ürək eləmədim. Burada icazəsiz girmişdik. Heç kim yox idi. Ümumiyyətlə uşaqlarım üçün, qızım üçün çox maraqlı idi mənim oxuduğum məktəb. Ona görə onları gətirdim ki, görsünlər mən harda oxumuşam. Belə məktəbimin çöl hissəsində abadlaşdırıblar, gözəlləşdiriblər. Çox səliqəli, çox gözəl olub. Yəni hal-hazırda məktəb kimi yox, lisey kimi fəaliyyət göstərir. Və məktəbin yanında da Şəhidlər Xiyabanı var. Oranı da çəkdim sizin üçün.
Yəni Oğuza getsəz buraları uşaqlarınıza gəzdirə bilərsiniz. Onları bizim şəhidlərimizlə, tariximizlə tanış edə bilərsiniz. Buraları çəkirəm. Belə yadıma gəlir ki, uşaq vaxtı biz məktəbdə oxuyarkən həmişə belə hanım günlərində, yəni bura gəlirdik toplu şəkildə. Sıraya düzülüb gəlirdik. Bura şəhidlərimizin üzərinə qərənfil qoyub şeir falan oxuyurduq. Burada nə bilim çəkilişlər falan olurdu. Mən o günləri yad elədim. Burada göstərirəm sizə qızlar, bu şəhidlərin üzlərinə baxın, necə də uşaqdılar. Heyf yəni. Hey qızlar, nə bilim, bu uşaqların yəni qoruduğu vətəndə yaşayırıq biz hal-hazırda. Məncə onlara borcluyuq. Məkanları cənnət olsun. Nə bilim. Burada çəkirəm sizin üçün. Bunlar artıq ikinci müharibə idi, üçüncü. Yəni bu bir neçə il öncə burada bizdə olan müharibəni deyirəm. Orada mənim öz, yəni xalam, oğlum da şəhid olub. Allah ona rəhmət eləsin. O da cavan yaşda şəhid olub. Allah bütün şəhidlərə rəhmət eləsin, ailələrinə səbir versin. Yəni biz hal-hazırda onların qoruduğu torpaqlarda yaşayırıq və bu vətəni onlara borcluyuq. Sonra qızlar getdim qəbir üstünə. Burada qəbirləri çəkmişəm. Amma belə üzlərini çəkmədim. Nənəmlə babamın qəbrini yad elədim. Gəldik, sonra xalam bizi qonaq gətirmişdi. Baxın, bu xalam oğlu, şəhid olan xalam oğlu. Evdə belə bir onun anım yeri var. Orada da biraz yedik, içdik. Qayıtdıq evə. Səhərsi gün artıq gəlmişik Şəkiyə. Şəkiyə uşaqları əslində illər öncə gətirmişdim bura. Səhv eləmirəmsə böyük qızım görüb buraları, kiçik qızım deyəsən görməyib. Yoxsa o da mı görüb? Yox, deyəsən o da görüb, amma çox balacaydı, yəni indiyə xatırlamazdı. Belə gəzirik, Şəkixan sarayının içində belə hədiyyəlik bir yerlər var. Bura əslində əvvəl türmə olub, sonradan buranı belə bir yerə çeviriblər. Əl işləri falan, Şəkiyə aid suvenirlər falan satırlar. Burada əgər getsəz Şəkiyə hədiyyəlik almaq üçün çox gözəl bir yerdir. Qızlar, burada bir dənə otağa girdim. Yəni çox gözəl əl işləri var idi. İndi oranı da göstərəcəm. Bir də belə bir otaq var idi. Girişi 1 manat idi, bir nəfəri. Belə şəki yeməkləri falan hamısının maketini hazırlamışlar. Çox maraqlı idi. Yəni buraları çəkmişəm. Bütün yeməklərin maketləri var da. Deyəsən ancaq təkcə şəki yeməkləri deyil, bütün yeməklərimiz var da. Yəni bizim burada çox maraqlı idi həqiqətən. Bu otağa girdik. Gəzdik buraları, indi sizə göstərirəm. Burada qəşəng tablolar da var idi. Bu tablolar satılıq idi təbii ki, istəyən ala bilərdi. Amma ancaq qiymətləri baha idi məncə. Ola bilər, bəlkə də əl işidir, yəni onun qiyməti odur, amma yəni düşünürəm ki, biraz qiyməti cibə uyğun deyil. Sonra belə bir yerə girdik. Elə buradan danışıram qızlar. Burada çox gözəl əl işləri var idi. Yəni çox gözəl tablolar var idi. Hətta bir neçəsini maraqlandım. Almaq istəyirdim. Yəni ancaq dediyim kimi əl işi olduğu üçün yəni qiymətləri mənim xoşladıqlarım, bəyəndiklərim olduqca qiymətləri yuxarı idi. Yəni 1000 manat, 800 manat falan belə də yəni bu qiymətlərə idi.
Sonra çöldə belə bir yer var idi. Mən oranı tam çəkməmiş çıxdım ki, bu xanımı çəkeyim. Belə taxtadan bir şeyler satır, suvenirlər, burluklar və üzərinə ürəyiniz istəyən bir şey yazdırabilirsiniz. Mən də xanımı çəkdim ki, paylaşacağım sizi. O da icazə verdi. Buradan keçən dəfə yoldaşım tək gələndə Şəkiyə. Onda bizim üçün soyuducu üzəri üçün belə bir maqnit almışdı. Ailə ağacı. Üzərinə də adlarımızı yazdırmışdı. İndi bu dəfə uşaqlara belə bir qələm aldıq. Üzərinə ad yazdırdıq. Mən sonra yenidən qayıtdım bu otağa. Çünki bu tablolara həqiqətən aşiq oldum və bunları da bu xanım hazırlayıb. Orada satıcı olan bəy dedi ki, birinci onları çəkim ki, yəni bu əl işləri kimə aiddir? Baxın, bu tablolardan danışıram. Yəni çox gözəldir qızlar. Bunlar yəni rəsm deyil. Bunları iplə tikiblər də, yəni parça üzərində naxışlardır. Yəni əl işidir. Və xanımın özü ilə də danışdıq biz. Bunun elə bir ki, bir tablonun hazırlanması 6-7 ay vaxt çəkir. Ona görə də qiymətləri yəni normaldır da, yəni o qiymətə dəyər. Sadəcə hal-hazırda bütçəmizə uyğun olmadığı üçün almadıq. Sonra belə bir otağa girdim. Qızlar, burada da belə Şəkixan sarayının şüşələrinin naxışları idi. Burada belə bir maraqlı bir yer idi. Buranı da çəkdim sizin üçün. Yəni getsəz girib baxa bilərsiniz. Tamamilə pulsuz idi. Baxın, burada Şəki Sənətkarlar evi. Yəni gedəndə ora gedib baş çəkə bilərsiniz. Əgər özünüz Şəkiyə aid nəsə bir xatirə almaq istəyirsinizsə, oradan ala bilərsiniz. Sonra belə qalxırdıq Şəkixan sarayına. Oraları çəkmədim. Həm çəkilişə icazə vermirdilər içəridə. Yəni çöldən də düşünürəm ki, hər kəs görüb artıq oraları. Sonra düşdük, qarnımız acdı və düşdük yollara. Gedirik Marxala. Marxalda restoran var, Nuxa restoranı. Orada dəfələrlə olmuşuq. Bu dəfə də düşündük ki, gedək orada bir şeylər yeyək. Və sevirəm də qızlar bu zonanı, ümumiyyətlə Şəki, Oğuz, Qəbələ zonası. Yəni bu rayonlar dağların ətəyindədir də, çox gözəldir. Təmiz havası, nə bilim, gözəl mənzərəsi. Baxın da, hara gedirsiniz, dağ görürsünüz, mənzərə görürsünüz. Gəldik burada da Marxala. Bu oteli çox sevirəm mən. Yəni fikrim var, istəyirəm orada qalmaq. Marxal oteldə. Gedirik Nuxa restoranına. Səsimə görə üzürlü sayın qızlar, dediyim kimi. Yəni dünən allergiyam necə tutubsa, ümumiyyətlə Bakıya gələn yolda mən çox əziyyət çəkdim. Günəş də gözümün içinə girirdi, vəbşə qıcıqlanırdım da. Demək, burada qar əriməyib. Bütün rayonunda yəni qar yoxdur, çox istidir hava, amma bura dağın ətəyidir deyə buralar qarlı idi, buzlu idi. Çəkirəm burada. Nuxa restoranındayıq artıq. Bu restoranın içindəki mənzərədir, yəni. Burada qiymətləri çəkdim sizin üçün restoranın. Normal idi. Məncə qiymətləri ümumiyyətlə çəkirəm sizin üçün ki, getmək istəsəz qiymətlərlə bağlı da bir anlayışınız olsun. Biz piti sifariş etdik. Ki, indi Şəkiyə gəlmişiksə piti yeməliyik. Amma mən yəni, o deyildi də, pitilərini elə də bəyənmədim. Düzdür, illər öncə yemişəm burada piti, yəni onun ləzzətini vermədi. Yanında da belə soğan turşusu falan verirlər pitinin. O turşunu da bəyənmədim. Belə nə bilim, xarab olmuş soğan tadı verirdi, soğan turşusu. İndi bilmirəm, bəlkə də turşunun
spesifik dadı odur, amma mən bəyənmədim. Sonra qızlar çıxdıq, belə bir suvenirlər olan dükanları gəzirdik. Belə bir şey var. Əlinizdə tutursunuz. Əgər dolub daşırsa o ürək, demək ki, sizin sevginiz daha çoxdur. Mənimki dolub daşmadı, amma yoldaşımki daşdı. Ancaq mən düşünürəm ki, bu ondan deyil. Sonra orada satıcı bizə dedi ki, bu əlin istiliyindəndir. Yəni kimin əli daha çox istidirsə, onun suyu daha tez qalxır və mən də hər zaman əllərim soyuq olan bir insanam. Ona görə də məndə çox qalxmadı. Belə, amma maraqlı idi qızlar. Maraqlı bir şeydi də, yəni. Sonra belə karvansaray idi da, bura səhv etmirəmsə Şəkidə, bura girdik, elə belə baxdıq, çıxdıq. Elə bu o suvenir mağazalarının yanındadır. O mağazaları gəzdik, oraları çox da çəkmədim. Çünki bilmirəm, insanlar icazə verər, verməz, özlərini necə hiss eləyərlər. Amma oradan bir-iki dənə suvenir aldım. Bir dənə suvenir aldım. Bir də belə şəkil məxsus qablar ki olur. Yəni bilmirəm nə deyirlər ona, içinə su tökürlər, belə bir qab. Səhəng deyirlər ona, dolça deyirlər. Nəsə belə bir şey aldım. Və sonra ertəsi gün artıq biz düşdük yollara, qayıtdıq Bakıya. Bu vlog da burada sona çatdı. Hər kəs sağ olsun ki,